Futbol mövsümü, daha doğrusu klub futbol mövsümü artıq start götürür və nə qədər maraqlı olsa da dünya çempionatı gedə-gedə biz artıq klub futboluna daxil oluruq və komandalarımız deməli öz Avrokubok yollarına artıq başlayırlar. Sabahla deməli Zira artıq ilk oyunlarda oynayıblar, qələbə qazanıblar. Bu münasibətlə onları təbrik edirik. Bu günləri isə mübarizə Qarabağ başlayır Avropa Liqasının ilk təsdiqat mərhələsində və bir də şey göstərmək istəyirəm sizə uşaqlar. Baxın, burada çox möhtəşəm bir misli görünməmiş əslində bir fanzona var və bu fanzonanın ümumiyyətlə ərsəyə gəlməsində təbii ki Qarabağın baş sponsoru Azərsun Holding böyle bir təşəbbüs qurub. Çünki ümumiyyətlə bilirsiniz də ki Azərsun Holding ümumilikdə Qarabağın bütün uğurlarının belə dedi 25 il ərzində ən önəmli baş sponsorudur və əslində bax bu məsələ çox vacib bir məqamdır. Niyə görə? Çünki faktiki olaraq biz yeni azərkeşlik mədəniyyətini yaradırıq və oyundan öncə əylənək prinsipini yaradırıq ki, bax belə miqyasda bu çox vacib və çox gözəldir. İndi buraları gedib bir-birinə göstərəcəm, amma ilk öncə təbii ki buradan Təmirlanı yad eləmək istəyirəm. Çünki ənənəvi olaraq bizim videolarımıza gecikir, amma bu bizim üçün problem deyil. Biz başlayırıq, Təmirlan da gəlir çatar. Kim odur? Sən dursan, canavar. Sən niyə öldürürsən? Bir deyim var da, Təmirlan oyuna gecikdirsə, o zaman bizim komandalar daimi şəkildə qalib gəlir. Ona görə də bu günlərdə istisna deyil. Bu da bizim totemlərdən biridir də qələbə üçün. Təmirlan ümumiyyətlə həmişə istəyir ki, hə, nədir? Neydi sənin? Ben sizin kanalına aboneyim. Hə, çox sağ ol, çox əla. Hə, gəl. Necə ki, sözünüzün canı ondan ibarətdir ki, salam verin, salam. Hə, çəkdir. Yəni ki, sözünüzün canı ondan ibarətdir ki, Təmirlan gecikirsə bugün qələbə bizlədir. Bu günləri Qarabağ əslində çox vacib və maraqlı oyuna çıxarır. Məsələ rəqibdə deyil. Yeni Qarabağ görürük. Bəli. Çünki yalan olmasın, 8 yoxsa 9 oyuncu transfer ediblər. Komanda tamamilə dəyişib və nə gözləmək lazımdır, nə oynayacaqlar, nə olacaq, nə baş verəcək, heç birini bilmir. İndi start edəklərdən baxırıq, Live-skorda yoxdur start. Və fikrin nədir? Fikrim əslində, yəni qələbə olma. Bax, yeni oyunculardan Langa, Marconi və Savo. 3 oyuncu əsas heyətdə yeni var. Belə də heyət Kohalski, keçən ilin əfsanəsi. Çox maraqlı məqamdır ki, məsafə komandada saxlaya bildilər klub olaraq və mənim üçün ən böyük məqamlardan biri təbii ki, Yankoviçin komandasında qalmalıdır. Çünki mən çox söz gedəcək. söhbət var idi. Keçən mövsümün əvvəlində dəyişən çox söz söhbət var idi. Amma Kadir qaldı, Yanka qaldı və Kohalski, Langa, Varkoni, Bədavi Hüseynov kapitan. Bu Qarabağda ən sevdiyim oyunculardan biridir. Badaya buradan uğurlarımızı arzulayırıq. Silva, Yankoviç, Bikalio, Kadir Zubir, Kaşuk, bir də Savo. Maraqlı. Görək oyun bizə nə verir. Hələ ki oyunun başlamasında yarım saat var, amma biz tribunada yerimizi tutmuşuq. 5 protestinə baxaq. Nə zabala? Hələ sən gecikmirsən, yox? Yox, bu fazla da yaxşı söhbət. Qarabağ niyə görəsə bir yaxşı mövsüm keçirəndən sonra, Avrokuboklarda nəsə yeni nailiyyət qazanandan sonra bir mövsüm qurban belə bir ki, keçən mövsümdə çatışmayan kitlələri artırmaq məqsədi ilə komandanı yönünü dəyişir və başqa futbol və həyatda oynamağa başlayırlar və növbəti mövsüm uğurlu olmur abi. Biz bunu bir dəfə Avroliqada da görmüşük ki, Amma ondan sonraki mövsüm partlayış olur. Və indi əsas məsələ, bu da təcrübə sualıdır. Yəni ki, Qarabağ biz gördük ki, təcrübəsi hələ ki yox idi Çempionlar Liqasında bu qədər oyun keçirib, belə intensiv oyun keçirsin və onunla da paralel olaraq daxili çempionatda da nəsə eləsin. Bu mövsüm, yəni bu təcrübə artıq yığıldı. Bu mövsüm görəsən nə olacaq? Yəni Qarabağı biz Avropada uğurlu görə biləcəyikmi? Yoxsa görsək, daxili çempionatda uğurlu ola biləcəklərmi? Mən bilmirəm, bax bu çox çətin məsələdir. Yendirəm, mənə elə gəlir ki, Qurban Qurbanov ümumiyyətlə Qarabağdakı karyerası ərzində özünü bu qədər çətin bir vəziyyət deməzdim, bir çətin
hansısa bir məsələ qoymayıb qabağında. Çünki heyətin yedirəndə 70%-i yedilənir demək olar. Start heyətə baxanda biz bunu deyə bilmirik, amma ümumilikdə götürsə əvəzləmələrlə falan beşməkən, onda kifayət qədər böyük dəyişiklik olub heyətdə. Ona görə də yalnız mən bugünkü oyun təbii ki, mənə elə gəlir ki, göstərici deyil. Biz bunu artırsa inşallah komanda artıq aksiya vursun falan görəcək. Amma bugünkü oyunda da mən suallara cavab ən tapacaq təbii azından ki. yeni futbolçulara baxma. Bir və əvəzləmələr necə olacaq? Mənə çox maraqlı olan məsələlərdən biri budur. Gəldi yoxsa ilk dəqiqələrdən sağ ol, çox xoşuma gəlir. Bir dəqiqə oturma, gözdən zərbə olacaq. Sağ Salam. Biraz bəxt. Sağ ol, Belə də var bunda hər iki momentdə. Amma yoxşudur, ölünü. amma girir. Fikirləşək bu səhv eləmirəmsə bizim 4-cü güncən zərbəmizdir. Yenə də eyni. Bu təhlükəli idi artıq. Yaxşı. Ya asta sıxmağa başlayırıq rəqibi. Bu çox yaxşıdır. İstər-istəməz yəni aydın məsələdir ki, ilk oyunda elə formatam olaraq optimal deyil, amma yenə də Sən deyim ki, yeganə hələ ki bəlkə də yəni gözümə xoş gəlmədi yalnız sol cinah. hələ ki. Yəni onu da müqayisədə də biz əgər o Elvinlə müqayisə ediriksə hələ heç o deyil. Amma görək. Görək də. Yox, mənə elə gəlir ki, Sabonu belə markaladı. 100%. Markaladı 100%. Bu çox qeyməlidir. Bəxti gəlir. Cüssəlidir, yaxşı cüssəlidir. Bundan öncəki Qarabağın hücumçuları daha belə cılız arıq idi. Daha amma bu sürəti də yaxşıdır. Razıyam. Mən su bir gəlir. Bu arada rəqibin heyətindən məsələn oldu, çox mühəngis sənəsi verdi. Nə? Tamirlan söz verib də. İlk goldur, oyunda ilk gol, bravo. 30 dəqiqə 1-0 Qarabağ irəlidə. Bravo Abdullah, bravo, sol goluydu və elə öz adına, səviyyəsinə və ayaqlarına layiq olan bir oldu. Dəyişmir, körrənmir də mazmur. Mərakeş millisi, məncə fikirləşməliydiniz. Hayedi Saybari axşam Fransa'nın oyunda oynamayacaq. Amma sizin moşt hücumçuya ehtiyacınız var idi, o zaman bizə kömək edə bilərdi. Amma yenə Qarabağın heyətində qoldu. İkinci isə asta-asta start verir. Vestre meydan mərkəzindən oyuna başlayacaq. Hər iki 2-0 hesabına irəlidir. Amma mənə elə gəlir ki, bu üstünlüyü artırmağa tam şansımız var və ikinci hissədə bu üstünlüyü sadəcə olaraq daha da yaxşılaşdırıb növbəti mərhələni düşünmək olar artıq. Bu çox vacib. Bak, əvəzləmələr. Elvin Cəfər buraya, bəli, Elvin daxil oldu.
gözləyirdi. Stadion evini gözləyirdi. Yəni etiraf edək, gəlibini gözləyirdi. Meydanın çıxmağına oxşadı ya. 100%. Və üstəlik vacib də meydana daxil oldu. Onun üçün acımız olacaq. Meydana çıxan bütün futbolçular olaraq bence çok maraqlı oyun izləyəcəyik bundan Messi sonra də da. açılışı var. Yox, variantlar yoxdur. Məcburdular və Qarabağ indi daha rahat oynamalıdır. Savo, yaxınlaşır. İlk oyunda doğru ve fantastik eksücüm. Çok yaxşı. 8 nömrə çox əşqalıdır ya səninki. Babam ayarladı, babam çok yaxşı. Bravo, bravo. 3-0. Bu artık son. Bu artık sondu ve bence buradan neyse müzakere etmeye de. Sabo ise möhtəşəm. Sabo möhtəşəm. Bir gol, bir asist, salam verik. Yekunlaşdı. Gəlmə münasibətlə Qarabağla bütün Qarabağda keçən təbrik edirik. Təsbih dairəsində inamlı qələbə ilə başladı. Bu çox vacib idi. Deyrəsi bir şey yoxdur. Həqiqətən deyrəsi bir şey yoxdur. Çünki bütün lazım olan məqamları vaxtında həll olundu. Oyunun tempi çox belə rahat şəkildə aslan artırdı ki, sona yaxın Besterin və təsir əlamət qalmamışdı. Bravo. Əjdahadır. Ümid var bu komandaya. Həmişə ümid olub onsuzda, amma indi bu yeni oyuncuları, yeni transferləri görəndən sonra daha çoxunu. Yəni bir mənasıyla biz bu kanalları görməliyik. Yəni Besterin Ondan daha çox. Ya o heç öz yerində, amma bu ən belə də bazı bir minimum gələn bir şey var. Yəni düzdür, Bester göstərici deyil, biz bunu çox gözəl başlayırıq, amma ən azından oyuncuların öz aralarında olduğu kommunikasiya çox vacib və çox möhtəşəm idi. Ona görə də hər şey zor, bomba, əla, möhtəşəm. Nəyə görə Premier Liqanın oyunlarını göstərirlər burada. Belə, bizim bu mövsümlük ilk vlogumuz belə yekunlaşır, artıq nəsə deməyə ehtiyac yoxdur. Gələn oyunlarda da olacaq, hansı oyunlar olacaq bizim YouTube kanalımızdan izləyin. Hər şey yaxşı. Və yalnız Qarabağ deyil, digər klublarda, oyunlarında, Avrokuboklarda, biz stadionlarda olacaq. Yes. Və Maksimum çalışın stadionlara. bəli, və əziz məsələ də odur ki, həm Sabah, həm Zirə, həm Qarabağ rəqiblərini qol buraxmadan üstələdilər. Bu münasibətdə bütün Azərbaycan futbolunu təbrik edirik. Və bir də həmişə də belə davam etsin. Hələ isə bu vlogdan sizdən Tamer var və mən Ali idi. Gələn görüşlərə dək sağ olun.